Hər vaxtınız xeyir olsun, Səs TV-nin dəyərli tamaşaçıları, Xalqın Səsi verilişini izləyirsiniz. Bugün biz qonağımla birlikdə ölkədə və regionlarımızda, yəni şəhərdə və regionlarda baş verən problemlərə üst tutacağıq. Belə ki, studiyamızın qonağı Kərimovlar nəslinin ağsaqqalı, Azfermer qəzetinin baş redaktoru, YouTube-da yayımlanan Azfermer kanalının rəhbəri Nuhəli Kərimovdur. Xoş gəlmisiniz Nuhəli bəy. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirik ki, dəvətimizi qəbul edib efirimizə təşrif buyurdunuz. Çox sağ olun, mən də izləyicilərimizi salamlayıram. Hesab edirəm ki, bu çox maraqlı olacaq. Biz indi bu xalqın səsidir. Bəli. Verilişi ilk dəfədir ki, efirə çıxır və bu proses davam edəcək. Bəli, tamaşaçılar. İzləyicilərimizi Xalqın Səsi verilişi bugün ilk necə deyim, ilk verilişimizi izləyirsiniz. Bizim ilk buraxılışımız da bugün. Bizim bu verilişi açmaqda məqsədimiz şəhərimizin müxtəlif yerlərində, eyni zamanda müxtəlif regionlarımızda və bölgələrimizdə baş verən problemlər var ki, hansı ki, müəyyən məmurlar, müəyyən dairələr tərəfindən insanlarımıza, vətəndaşlarımıza qarşı yaradılan problemlər var ki, biz onların problemlərini dinləyib, həm vətəndaşın problemlərini dinləyəcəyik, eyni zamanda qarşı tərəfin problemlərini dinləyəcəyik. Mən bu sözün altına, yəni qırmızı xətlə keçmək istəyirəm ki, bizim məqsədimiz hər hansısa bir dövlət qurumunu, hər hansısa bir məmuru və yaxud da hər hansısa bir şəxsi ləkələmək, ona şər atmaq, üzərinə böhtan atmaq deyil. Bizim əsas məqsədimiz məmur özbaşınalıqlarının qarşısını almaqdır. İnsanlar üçün yaradılan, müəyyən insanlara qoyulan, müəyyən insanlar tərəfindən havadarlıq edilən məmurların qarşısını almaqdır ki, vətəndaşlarımız hansı ki regionlarımızda susuzluqdan, su varılma sisteminin dəhşətli dərəcədə çox mənfi bir halda şor sulardan istifadə olunmasından əziyyət çəkirlər. Bizim də əsas məqsədimiz odur ki, eyni zamanda kənd təsərrüfatımızda müəyyən dəyişikliklər edə bilək. Bakımızın müəyyən bölgələri var ki, hal-hazırda həmin bölgələrdə yaşayan vətəndaşlar öz mənzillərinə su çəkmə problemi yaşayırlar. Ümumiyyətlə, bu problemə kim baxır? Bu problemin kim qarşısını almalıdır? Bəzi şəxslər var ki, həmin vətəndaşlara bildirir ki, hara istəyirsiniz, gedin şikayətinizi bildirin. Mənim vecimə belə deyil, mənim müəyyən havadarlarım var, özüm istəyirəm, belə edirəm, istəyirəm, belə etmirəm. Yəni, biz bu məsələlərə toxunacağıq. Əgər siz də ümumilikdə hər hansısa bir problem yaşayırsınızsa və yaşadığınız problem əsaslı şəkildədirsə, biz jurnalist araşdırması edərək qarşı tərəfin dövlət qurumlarının da məlumatlarını və açıqlamalarını, münasibətlərini alaraq iki tərəfə də eyni şəkildə yanaşaraq öz efirimiz sayəsində sizlərə açıq elan edəcəyik. Nuhəli bəyin də bir sıra etdiyi araşdırmalar var ki, biz bundan sonra hər həftənin 3-cü günü Nuhəli Kərimovla birlikdə vətəndaşlarımızın yaşadığı sosial problemlər naminə müəyyən problemlərlə bağlı araşdırmalar aparacaq və bunları efirimiz sayəsində səsləndirəcəyik. Sözü vermək istəyirəm Nuhəli bəyə. Nuhəli bəyin bir sıra araşdırması var qeyd etdiyi mövzularda. Gəlin görək Nuhəli bəy nə deyir. Buyurun. Təşəkkür edirəm. Çox yaxşı sualdır, yaxşı fikirdir və verilişin fəaliyyəti çox yüksək səviyyədə dövlətçiyə xidmət etmək siyasətidir. Bunu mən də alqışlayıram. Biz də bu yolla cənab prezidentimizin apardığı siyasətə dəstək olmaq məqsədi ilə yanaşmışıq və bu sahədə də ciddi fəaliyyətimizi hərəkətə gətirəcəyik. Cənab prezidentimiz demişdir ki, mətbuat işçiləri mənim köməkçilərimdir. Burada bir məqsəd var. Mətbuat işçiləri cənab prezidentimizin istəyinə uyğun olmayan dövlət məmurları, kimliyindən asılı olmayaraq, istəyinə uyğun olmayan dövlət məmurlarının xalqımıza qarşı o lazımi səviyyədə xidmət etmirsə, təkəbbürlü siyasətə aparırsa, özbaşınalıq və yaxud da vəzifə səlahiyyətlərindən kifayət qədər su istifadə etmə prosesində hərəkətə keçibsə, biz bu məsələləri dəqiqləşdirəcəyik, araşdıracağıq. Məsələn, biz belə seçmişik ki, hər həftənin 3-cü günü, yəni bu həftənin 3-cü günü bizə müraciət olan şikayət və məlumatları həmin o növbəti verilişə qədər gedib araşdırıb, hər iki tərəfdən, məsələn, vətəndaş var ki, müraciəti edir, onun öz istəyi kimi başa düşür. Amma elə olur ki, orada müəyyən qanun çərçivəsində hüquqi əsaslar var ki, onu o bilmədən müraciət edir. Biz də
tam müəyyənləşdirib biz efirdə bu fikirləri səsləndirəcəyik. Bu məqsədlə hər iki tərəfi dinləyəcəyik, hər iki tərəfdən materiallar hazırlayacağıq və bu məsələni biz ictimailəşdirəcəyik. Məqsəd odur ki, cənab prezidentimizin istəyi yerlərdə lazımi səviyyədə həyata keçirilsin. Bax, fikir budur. Biz də cənab prezidentimizin apardığı siyasətə dəstək olmaq məqsədi ilə bax, bu tədbirimizi, bu verilişimizi elə bir ki, bugün gündəmə gətirmişik. İndi məsələ nədən gedir? Banu Çiçək xanım, mən əsas məsələ budur ki, xüsusilə kənd təsərrüfatı sahəsində çox ciddi geriləmələr müşahidə olunur. Və yaxud da ki, kənd cəmaatının şəhərə kütləvi surətdə axınının yaranmasının biz şahidi oluruq. İndi bunun arxasında dayanan səbəbləri biz araya gətirməliyik ki, nə üçün kənd yerlərində normal şərait olduğu halda bu vətəndaşları hansı narahatçılıqlar yaranır ki, bu vətəndaşlar şəhərə yaşamaq üçün və işləmək üçün üst tuturlar. Nəticədə kənd təsərrüfatı sahəsində problemin yaranmasına səbəb olan hallar var. Məsələn, saf torpaqlar var ki, hektarlarla istifadəsizdir. Görək, bu istifadəsiz torpaqların olmasının altında hansı səbəblər dayanır? Bax, bu baxımdan mən sizin nəzərinizə mən çatdırım ki, deməli, fermer yaranıb, vətəndaşın 2 hektar, 3 hektar və yaxud da eləsi var ki, bacarır çox hektarlarla, məsələn 10 hektarlarla, 100 hektarlarla istifadə etmək imkanı var və bu ətrafda işçi qrupu yaradır. Bu işçi qrupu da əlbəttə ki, deməli, yerlərdə işsizliyin aradan qaldırılma siyasətinə müsbət təsir göstərir. İndi nəticədə fermer problemlə üzləşirsə və nailiyyətə getmək əvəzinə, orada hansısa bir çətinlik yaranırsa və yaxud da iqtisadi böhran yaranırsa, demək məcbur olur bu fermer fəaliyyətindən əl çəkir və nəticədə üst tutur başqa bölgələrə, Respublika mərkəzinə tutur ki, məqsəd ondan ibarətdir ki, dolanışıq axtarır, yəni ki, yaşamaq imkanı əldə etmək üçün bu yolları seçirlər. İndi bu məqsədlə də mən sizin nəzərinizə çatdırım ki, kənd təsərrüfatında yaranan problemlərin başında dayanan səbəblərin birincisi suvarma sistemlərinin problemidir. Suvarma sistemində yaranan problem ondan ibarətdir ki, təkcə həm suvarma sistemlərində, həm də ki, o torpaqlardan gərək səmərəli istifadə etmək imkanı olsun. O imkan ki, torpaqlar deməli, qurunt suların təsirinə məruz qalır, torpaqlar şoranlaşır, istifadəsiz vəziyyətə düşür. Məsələn, orada nə əksən, bunun məhsuldarlığı sıfır vəziyyətə düşür. Nəticədə məhsuldarlıq olmayandan sonra bunun nə əhəmiyyəti var ki, fermer gitsin bu sahədə çalışsın. Yəni ki, özünün əvvəlcədən olan imkanlarında xərcləyir, nəticədə nailiyyət yoxdur. Beləliklə, kənd təsərrüfatında ciddi problemlər olur. Məsələn, bax, bir faktı deyim. Allah rəhmət eləsin, Ulu Öndər Heydər Əliyevin, yəni ki, onun fərqli tərəfi, onun uca tərəfi, onun uzaq görənlik siyasətindən danışmaq istəyirəm. Vaxtilə Ulu Öndər Heydər Əliyev hakimiyyətdə Azərbaycanda Mərkəzi Komitənin birinci katibi vəzifəsində işləyəndə, deməli, hakimiyyətə gələn kimi o özündən əvvəlki hakimiyyət dövründəkindən fərqli olaraq kənd təsərrüfatının inkişafına nail olmaq üçün ilk dəfə meliorasiya işinə başladı. Yəni, torpaqların düzlüyü alındı və o torpaqlar müəyyən məsafə miqdarında kollektorlara bölündü və bunlar mərkəzləşdi. Həmin illərdə nasoslar vasitəsilə o qurunt suları dənizə ötürülməsinə bax, belə bir mexanizm yaratdı. Və bundan sonra torpaqlarda keyfiyyət, yəni ki, münbitlik artdı. Münbitliyin olması sayəsində kənd təsərrüfatında güclü nailiyyətlər, inkişaflar və perspektiv işlər əldə olundu. Məsələn, məhsuldarlıq, Ulu Öndərimizin bu apardığı siyasətdən qabaq, məsələn, hər hektardan 10 sentiner, 15 sentiner məhsul almaq mümkün etsə, o proseslər, mən dediyim meliorasiya işlərini həyata keçirəndən sonra həmin torpaqların hər hektarından 50 sentiner, 40 sentiner daha yüksək məhsuldarlığa nail oldu.
Bu cənab Ulu Öndər Heydər Əliyevin apardığı siyasət edir. Qeyri-neft sektorunun maksimum inkişafına nail olmaq. Bax, bu siyasət. Sonra bu elə oldu ki, bizim 100 min hektarlarla sahələrimiz vardı ki, bunlar istifadəsiz qalmışdı. Yəni, onların yararlılığı yox idi, təsərrüfat üçün istifadə etmək. Səbəb nə idi? Orada yaranan qurun sular da var idi ki, örüş otlaq sahəsi, qış otlaq sahəsi deyirlər, örüş sahəsi deyirlər. Yəni, orada həmin ərazilərdə məhsul almaq mümkün deyildi. Səbəb, həmin qurun suların yığılıb yeraltı səviyyəsinin üst qatına qalxmasının nəticəsi idi. Bu məqsədlə Ulu Öndər Heydər Əliyev addımlayan ekskvator deyirdilər. Bu ekskvator ki, bunun ümumi çəkisi 333 ton, bunun uzunluğunun, dirək uzunluğu 44 metr və bu ekskvatorlardan bir neçəsini Azərbaycanımıza gətirməklə baş mil muğan kollektoru çəkmək fikrinə düşdü və bu nə verirdi bizə? Bütün Respublikamızın bütün ərazisində olan o kiçik qol kollektorların vasitəsilə axın şəklində yığılıb, cəmlənib, həmin kollektora qoşularaq öz axarı ilə dənizə ötürülməsi. Bəli. Bax, bu metodu Ulu Öndər Heydər Əliyev sonda həyata gətirmək fikri ilə fəaliyyət göstərdi. Və elə oldu ki, Ulu Öndər Heydər Əliyev Moskvaya SSR Nazirlər Soveti sədri müavini, birinci müavini kimi bir vəzifəyə uzaldı. Azərbaycanımızdan getdi. Bu proses, bu ideya olduğu kimi qaldı. Bəli. Və ən nəhayət, mən bu dövrləri yaşadığıma görə mən bir tarixdir, o barədə danışmaq istəyirəm. Ən nəhayət, AXC Müsavat Tüklüyə hakimiyyətə gələndən sonra bunlar bu texnikanın ağır çəkili olduğundan istifadə edərək bundan metallom kimi faydalanmaq istədilər. Yəni, o ekskvatorların Azərbaycanımıza, kənd təsərrüfatına verdiyi o böyük töhfələri onun satmaqla, metallom kimi satıb pul əldə etmək kimi bir ideologiya ilə dəyişdilər. Və ən nəhayət, yenidən Ulu Öndər Heydər Əliyev 93-cü ildə hakimiyyətə bir daha qayıdış etdikdən sonra yenidən həmin ideyanı davam etdirməyə başladı. Yenidən bərpa, həmin ekskvatorlardan istifadə olundu və baş mil muğan kollektoru yaradıldı. O kollektorun daşıya biləcəyi dənizə, Xəzər dənizə apara biləcəyi suyun həcmi demək olar ki, Kür çayında axar su qədər onda o imkan oldu. 100 metr çöldən çölə enir. İndi söhbət bundan getmir. Söhbət bundan gedir ki, vaxtı ilə Ulu Öndər Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi vəzifəsinə təyin olunandan sonra yaratdığı o kollektorlar ki vardı, indi bu söhbət bundan gedir ki, bunlar bərbad haldadır. Yəni ki, belə bərbad haldadır ki, bu kollektorlar qazılmır, təmizlənmir. Orada torpaqların quru sudan xaric olması, azad olmaq üçün, yəni o çətinlikdən azad olmaq üçün o sular yığılıb bir araya, yəni mərkəzləşmiş qaydada. Deməli, Nuhay bəy, məsələ burasındadır ki, belə çıxır ki, bölgələrimizdə faktiki olaraq biz hal-hazırda Saatlı rayonundan söhbət gedir. Bəli, Saatlı, Salim və hal-hazırda Saatlı rayonundan yaşadığıma görə və orada yaranan problemlər haqqında indi açıqlama verəcəm. İndi rejissorumuz şərait yaratsa, bizim öz kəndimizdə elə bir ki, troslu ekskvatoru gətirib qoyublar orada, haradasa il yarımdır. Nədir orada məqsəd? Deməli, ara kəsmə kollektorlar gəlib bir araya mərkəzləşərək, o həmin kollektorda ümumi qaydada yığılan qurun suları gətirib o mil muğan kollektoruna ötürmək prosesində ciddi problem var. Bəli. Bu problem torpaqlarımızın şoranlaşmasına səbəb olur. Bəli. Yeraltı qurun sular torpaqlarımızın üst qatına çıxır və bunun məhsuldarlığının, bunun keyfiyyətidir. Məhsuldarlıq olmayanda da vətəndaş oradan, fermer oradan faydalana bilmir. Səbəbin biri budur. Mən indi istəyərdim ki, bizim rejissorumuz təqdim eləsin. O ekskvator haqqında mən oradan çəkilişlərimi göndərdim, çəkinərdim. Onsuz da bizim fikrimiz bundan ibarət. Onu təqdim etsə gözəl olar. O ətrafda biraz söhbət aparacaq və əlavələrim olacaq. Buyursun görək oradan. İkinci tərəfdən, baxın bu ekskvatorun vəziyyətinə, onun ətrafında
Yəni bu ekskavator ona görə yaradılıb və rayona təqdim olunub ki, bizim kəndimizə. Bəli, bu suları bir yerə toplayıb, təmizləyib, suvarma edən, kənd təsərrüfatla məşğul olan vətəndaşlara paylanılsın. Yox, üzr istəyirəm, siz o barədə məlumat verirsiniz. İndi mən deyirəm, bu ekskavator ondan ötəridir ki, ara kəsmə kollektorların başında yaranan ümumi kollektordur. Bu təmizlənməlidir. Bu vaxtilə qazılmış kollektorlardır. Bəli. Bu təmizlənməlidir. Amma hal-hazırda yararsız vəziyyətdə. Yararsız vəziyyətdədir, özünüz gözündən görürsünüz. Bunun isə məsuliyyətini kim daşıyır Nuhəli bəy? Bu saat buyururam, onun dayandığı vəziyyətə baxırsınız, onun böyür başı o təncərə alıb altına. Bu o deməkdir yararsız ki, halda qalır. Bəli, bu o deməkdir ki, məsuliyyətsiz, baxımsızlıq, yəni nəzərdə tutulan torpaqlarımızın elə bir ki, münbit vəziyyətə gətirilməsi istiqamətində lazım olan proseslər həyata nəinki keçirilmir, hətta problemləşdirilir. Bax, biri budur. Bu yaranıb bizim Sağcıl rayonunun suvarma sistemləri idarəsində yaratmaz bir fəaliyyətin nəticəsidir bu. İndi mən sizə bəzi şeylərə aydınlıq gətirəm. Burada hansı məqsədlər özünü qabardır? Məsələn, vaxtilə sudan istifadə etmə assosiasiyası yaradılmışdı. Hər kənddə seçkili orqandır, hər kənddə bir nümayəndəni xalq seçir və o suyun paylaşdırılması və o suların suvarma sahəsində istifadə olunan suların pullarını, elə onun satışını təmin edir də. O pullar əldə olunur, dövlətin büdcəsinə keçilir və o pulların vasitəsilə elə bir ki, təşkilat o pullardan o kənd təsərrüfatında uğurlar əldə etmək üçün, nailiyyət etmək üçün, bax, belə proseslərdə istifadə edir. İndi bunlar nə ediblər? Güya islahat aparılır. İslahat o vaxt aparılır ki, islahat elə bir ki, yeniləşmə bir siyasət olur. Yəni ki, daha yaxşı, daha əhatəli, daha əhəmiyyətli. İslahat bu deməkdir. Bunlar islahat aparırlar. Bunu vaxtilə, deməli, 2004-cü ildə ya 2003-cü ildə Nazirlər Sovetinin qərarı ilə yaradılan bu təşkilatı özləri öz aralarında bu qərarı ləğv edirlər. Və mərkəzləşdirirlər bir ünvandan o bir neçə kənd, 6-7 kəndin nümayəndələri o mərkəzləşmiş qaydada idarə olunur. İndi buna nə edirlər? Deməli, gətirib orada qeydiyyatdan keçmək üçün, bax, problemlər də bunlar, vətəndaşa yaradılan problem. Gətirirlər, orada bir dənə mərkəzdə bir yer yaradırlar. Göyə ki, vətəndaş əmək intizamını nümayiş etdirirlər. Bir dəfə səhər-səhər gəlir, orada barmağı izi vurur, qayıdır gedir. Bir dəfə axşam saat 6 iradələndi, iş vaxtının sonunda gəlib orada barmaq izi vurur. Deməli, burada nə edirlər? Vətəndaş eləsi var ki, 25 kilometrdən həmi gəlir, qayıdır, gedir, qayıdır, bir də axşam çağı gəlir, bir də qayıdır. Bunun əslində perspektiv, o görəcəyi işin özləri problem yaradır. Bunun əvəzində, hansı ki bu təşkil olunmalıdır, hər kənddə qeydiyyat, qol çəkməkdirmi, imza atmaqdırmı, cür-bəcür, bu kimi şəraitlər elə yerlərdə yaradılmalıdır, vətəndaş da gedib işin görməlidir. Amma bu gəlmək üçün yanacaq xərcləyir, gəlib girmək üçün vaxt itirir, sonra bunun aldığı minimum əmək haqqı nə qədərdir ki, bir 400 manata qədər əmək haqqıdır. Bunun 50%-dən çoxu ancaq gəlib girməyə xidmət edir. Bir sözlə vətəndaşı, işçini incitmək. Ümumiyyətlə, əziz vətəndaşlar, bizi izləyən izləyicilər, bir daha qeyd etmək istəyirik ki, burada məsələlərə toxunuruq, hansı ki, vətəndaşların bölgələrdə, regionlarda yaşadığı problemlərdə biz bunları özümüzdən səsləndirmirik. Bu bizim şəxsi problemimiz deyil. Hər biri Nuhəli bəyə birbaşa olaraq ünvanlanmış, çatdırılmış və Nuhəli bəyin jurnalistik araşdırması nəticəsində meydana çıxan problemlərdir ki, biz bunların hər birini öz televiziyamız vasitəsilə səsləndiririk ki, hansı ki, vətəndaşların problemləri araşdırılıb, qarşı tərəflərin fikirləri öyrənilib və heç bir nəticə əldə etmədiyimiz üçün, nəticə əldə etdiyimiz problemləri təbii ki, işıqlandıracaq. Amma nəticə əldə etmədiyimiz problemlər var ki, onları işıqlandırırıq ki, hər hansısa bir problem yaşandığı müddətdə onun həlli nəticəsində bir, necə deyim, çarə tapa bilək. Buyurun.
Təşəkkür edirəm, çox düz buyurursunuz. Mən həm də Azərbaycan Fermeri qəzetinin baş redaktoru kimi biz kənd təsərrüfatı profillərindən məlumatlı oluruq və yerlərdə nümayəndələrimiz var. Və mən elə buradan müraciət edirəm ki, vətəndaşları narahat edən məsələlərlə bağlı redaksiyamıza müraciət etsinlər. Bəli. Biz də yerindəcə araşdıraq və kimin kim olduğunu biz dövlət səviyyəsində ictimailəşdirək. Bax, bizim məqsədimiz budur. İndi Banu Çiçək xanım, bu vətəndaş deyir ki, mən qazancımın 50%-dən çoxunu ancaq yol getməyə sərf edirəm. Bunun eləsi var 25 kilometrlikdən gəlir, eləsi var 10 kilometrlikdən gəlir, ancaq bu məqsəd üçün. İndi mən düşünürəm ki, bunu kimsə islahat hesab edirsə, mən islahat başa düşmürəm. Bu, vətəndaşı incitmə. Məsələn, vətəndaşın eləsi olur ki, bu problemlərin yarandığına görə görür ki, cüzvi əmək haqqına görə bu öz vaxtını itirir, səmərəsiz və işdən getməyə məcbur olur. Əslində, kadr islahatında bir növ belə bir proses gedir ki, kimsə uzaqlaşsın, kimsə ora vəzifəyə gətirək və o yerlərdə kimsə vəzifəyə gəlməklə, yəni onların şəxsi marağının təmin olunması. Bu kimi siyasətlər var ortada. İndi deyirəm, araşdırmaq lazımdır. O ekskavator il yarımdan çoxdur orada dayanıb, görəcəyi işdə sıfır vəziyyətindədir, çox azdır, belə deyək. Bəli. Bəs buna yanacaq rəsvod olur, buna əmək haqqı verilir, bəs bu proseslərin nəticəsi qalsın bir tərəfə. Yaxşı, oradan faydalanırlar, bu da qalsın bir tərəfə. Amma kütləvi ümumilikdə dövlət əhəmiyyətli siyasətə bunlar ziyan vurur. Bilirsiniz hansı ziyandır? Kənd təsərrüfatı iflic vəziyyətinə düşür. Bax, bu proseslərin nəticəsi kənd təsərrüfatının iflic vəziyyətə salmasına xidmət edir. Nədir ki, mən orada istifadə edirəm, marağım var, birini çıxardacam, birini qoyacam, orada faydalanacam. Bu kimi proseslər. Məsələn, mən sosial şəbəkələrdə baxıram, Qaranuru kəndində. Suyun kollektora axmasına razılıq verir, vətəndaş orada 40 sot sahəsini suvarmaq üçün ona bir normal şərait yaradılmır. Bu nə dərəcədə, bu nə deyən məsələdir? Bu təkcə Saatılda deyil, Banu Çiçək xanım. Məsələn, Ağcabədi rayonundan vətəndaşın müraciəti var. Hazır su idarəsinin mütəxəssislərini gətirib qoyublar çöllükdə, qamışlı bir kollektorun ətrafında gedin çöllərdə, ərazilərdə gəzin, güya işləyirsiniz. Bilirsiniz, bu ya, mən belə başa düşürəm ki, bu qəsd eləməkdir. Yəni, vətəndaşı ali təhsilli, ümumiyyətlə müəyyən bir sahənin mütəxəssisidir bu. Bunu qoy burada, sən bu işlə məşğul ol. Gidib kollektorların üstündə şəkil, məndə var həmin o video görüntülər. Bunların hamısı kadr siyasətində olan problemlərdir. Təsadüfi adamdır, gəlib orada su idarəsində rəhbər işləyir, nəticə yoxdur. Məsələn, Rüstəm adında bir kişi var, Biləsuvarda yaşayır. Onun mən müraciəti olub, yəni açıqlayıram. Eyni qayda ilə, eyni xəstəliklər, yenə kollektorlar kol-kos içində, yenə də problemlər və kənd təsərrüfatına təkan verə bilən problemlərin təməli belə başlayıb. Bəs Nuhali bəy, çox gözəl problemləri danışırsınız, izah edirsiniz. Bununla bağlı hansı qurum öz vəzifəsini, öz peşəsini düzgün şəkildə icra eləmir? Faktiki olaraq biz həmin qurumun adını çəkməliyik və onlara müraciət ünvanlamalıyıq ki, nəyə görə bu insanların müraciətlərinə baxılmır, insanların suvarılma sistemində böyük problemlər yaradılır, bu problemlər də bilavasitə kənd təsərrüfatında olan inkişafı ləngidir. Tamamilə. Biz indi elə bu, həmin suvarma sistemlərində olan problemlərdən danışmışkən, sonra biz kənd təsərrüfatının istiqamətində söhbətimizi aparaq. Bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi. Bəli. Bu təşkilatın rəhbəri cənab Zavur Mikaylovun. Yəni, onun rəhbərliyi altında bu nəzarət mexanizmi var. Vətəndaş yüzlərlə ora müraciət edir. Müraciətlər ardıcıldır. Bəli. Nəticəsizdir. Müraciətlərə baxılmır. Bəli. Deməli ki, belə deyək ki, sosial şəbəkələrdə bəlkə yüzlərlə, yox, minlərlə belə faktlar orada, yəni ki, o həvəskar jurnalistlərmi, yəni ki, öz dərdini deyib ictimailəşdirənmi,
Bəli. Bunu görəndən də sonra orada yeni bir məsələ, yeni bir nailiyyət yoxdursa, ora ciddi nəzarət yoxdursa, birbaşa bu onun özündə olan problemdən xəbər verir. Necə, yəni Ağcabədidə belə bir ara Kürdəmirdə vətəndaşlar, orada su idarəsinin işçiləri ciddi narazılıqlar hərəkətə gətirdilər. Ölənçinə Ağcabədidə, Ölənçinə də. İndi mən hələ bir faktı mən sizə deyirəm ki, tutaq ki, Sadıq rayonunun suvarma sistemləri idarəsinin rəhbəri Şeyh Rəsul Abbasovdan danışıram. Bu bilirsiniz Şeyh Rəsul Abbasov. Bəli. Bu bilirsiniz kimdir? Bu vaxtı ilə Səlim Müslümov hakimiyyətdə olan dövrdə həmin sosial təminat şöbəsinin, nazirliyin, Sadıq rayon təşkilatında rəhbər işləyən bir insan və onun əməlində saxtakarlıq, vəzifə səlahiyyətlərinə sui-istifadə eləmə, mənimsəmə kimi faktlarla bu adam cəzalandırılıb və bu gün də yenə də o təbiətdə olan bir insan yenə də suvarma sistemləri idarəsinə rəhbər qoyulması, bu barədə üzr istəyirəm, mən Zahir Mikailova şəxsən müraciət eləmişəm araşdırma məqsədi üçün. Niyə? Kadr siyasətində olan problem birbaşa dövlətçilik siyasətinə mənfi təsir göstərir. Əlbəttə ki, bu kadrın yerləşdirilməsində mütləq araşdırma, kimin kim olduğu, bundan hansı əməllər baş verə bilər, bu neyniyə bilər və hansı töhfəni verə bilər və yaxud da ki, hansı mənfi təsirləri ola bilər. Bu mütləq araşdırılmalıdır. O da qeyd etmək istəyirəm ki, özüm də müraciət etmişəm və cavabda nəticəsiz qalıb ki, yəni ki, öz təsdiqini tapma. Hansı ki, vaxtı ilə ASTV-də o məsələlər. Mənim bu adamla ədavətim yoxdur. Amma dövlətçilik siyasətinə, biganə yaraşan və yaxud da şəxsi marağını daha üstün tutan insanların heç biri ilə mən barışa bilmərəm. Çünki bizə bu firavan həyatı, Azərbaycanımızı, qələbə zirvəsini özümüzə qaytara bilən, dövlətçiliyə ziyan vuran bilən insanla mən barışmayacağam. Və mən vətəndaşlara da müraciət edirəm ki, bu redaksiyaya müraciət etsinlər, yerindəcə araşdıracaq, lazımı səviyyədə hansı məqsədlərlə problemlər yaşanırsa, bu barədə biz açıqlama verəcəyik. Bir məsələyə də qeyd edirəm ki, indi vətəndaşlar nə edir? Bu gün vətəndaşlar ancaq müraciətləri prezident aparatına. Bu nə üçün deyil? Axı yerli orqanlar var, rayon icra hakimiyyəti var, yerli təşkilatlar var, hər həftə qəbul günləri var, düzdürmü? Əgər vətəndaş gəlib müraciət edirsə, bu müraciət nəticəsiz qalırsa, təkrarlanırsa, bu biganəliyin və yaxud da baxımsızlığın bir nəticəsidir. Nəticədə nə olur? Vətəndaş başlayıb prezident aparatına, prezidentimizin şəxsən özünə, Mehriban xanıma müraciət etmək zərurətində qalır. Bunlar yerlərdə, cənab prezidentimiz yerlərdə kadr siyasətinə baxır. Kimsə təqdimat verib, gəlib işləyirsənsə, ən azı prezidentimizin ona qarşı etdiyi o ehtimadı doğrulmalıdırlar. Hər biri o məsuliyyəti dərk etməlidir. Hər bir məmur cənab prezidentimiz ona qarşı etdiyi etimadı dərk etməlidir və onu dəyərləndirməyə bacarmalıdır. Dəyərləndirmək üçün də bəli, vətəndaşın müraciətləri vaxtında və yerində araşdırılmalıdır. İndi mən baxıb görürəm ki, belə proseslər öz baş alıb gedir. Təkcə bu sahədə deyil. Təhsil sahəsində olan problemlər var. Müraciət edirsən, nəticəsiz qalır. Bu nə deyən məsələdir? Bilirsiniz, Banu Çiçək xanım, bizim məqsədimiz, indi sualınızı verəcəksiniz, biz mütləq ayıq-sayıq olmaqla vətəndaşlardan yaranan problemləri, dövlətçiliyə qarşı olan ümidsizliyi aradan qaldırmağın yeganə yolu kimliyindən asılı onlar haqqında faktlar toplayıb dövlətimizə təqdim etməyə mütləq bu çox vacib bir məsələ kimi qeyd edirəm və mən buna da nail olacağam. Sizin vasitəsilə əlbəttə redaksiyanızın köməkliyi ilə. Bax, bu Kənd Təsərrüfatı Nazirliyinin xəttindən danışıram sizə. Şimdi ona keçid alıram. Bu daim deyilən bir təşkilat var. O təşkilatın belədir də Dövlət Aqrar İnkişaf Mərkəzi. Yəni bunun yığcam vəziyyətdə olan, yəni vətəndaşların başa düşdüyü formada deyirəm,
Yəni ki, keçmiş vaxtda qeyd olunan Kənd Təsərrüfatı İdarəsi. Bunlar nə işlə məşğul olduğunu mən hələ də anlaya bilmirəm. Özüm şahidəm. Gedən kənd təsərrüfatında yaranan problemlərlə bağlı hansı müraciət edirsən deyir, o bizə aid deyil. Hansı ki, bu kənd təsərrüfatının sahəsinə aid olan məsələ deyil bu. Bu bizə aid deyil. Bu mənim imkanımdan kənardır. Və yaxud da, məsələn, fermerlər yaranıb ki, özəl şirkətlərlə müqavilət. Rayon səviyyəsində bir neçə, 1, 2, 3, 4 müxtəlif şirkətlər var ki, bunlar inhisarçılıq siyasəti ilə məşğuldur. Nə edirlər? Bir-birlərinə razılaşırlar. Məsələn, tutaq ki, pambıq əkib təhvil verir, faiz miqdarı öz aralarında, onu analiz etmə mexanizmi qaldı qıraqda, öz aralarında əl yığımı bu qədər, maşın yığımı bu qədər və yaxud da sən burada rəqabət sisteminə ehtiyac var və bu təşkilat ondan ötərdir ki, bu kimi problemlərin qarşısını alsın. Vətəndaş ən axırda əldə etdiyi məhsulları böyük itki ilə təhvil verdikdən sonra nə əmələ gəlsə yaxşıdır? O əkib becərən, yəni fermer bu istehsalçıdır, tədarükçüdür. Məcbur olub fermer o torpaqlardan imtina edir, torpaqlar öz başına qalır. Nə qədər hektarlarla mən sahəni çəkib sizə təqdim edə bilərəm. Bəs nədir bu idarə? Nəyə yaranıb? Nədən ibarətdir? Nəyə xidmət edir? Bu hələ mən ziyalı. Mən kolxoz sədri işləmişəm, Banuşça xanım. Qabaqcıl sədri olmuşam. Gecənin bir saatın yatmasam daha çox nailiyyət əldə eləyərəm, bu işləri görmüşəm mən. Amma baxıb görürsən ki, idarədə gəlirlər, hamısı bəzəkli qapı, dövlət bütün şəraitləri yaradıb. Gətirirlər, məsələn, subsidiya deyilən yəni belə bir qaydada deyiliş var. Fermerlərə dövlət tərəfindən yardım. Kübrələrin verilməsi pulsuz və yaxud da istifadə edir, oradakı mexanizmə hərəkətə gətirmək üçün əlavə pul hər hektar üçün yardım edir ki, fermer hərəkətə gəlsin və yaxud da ki, fəaliyyət göstərə bilsin. Bu subsidiyanın başına bir oynaçırlar ki, bir də görürsən, belə çıxır ki, bu təşkilatlar qazanıb faydalanmaq əvəzinə, istehsal yaradıb, nailiyyət yaratmaq əvəzinə, dövlət tərəfindən ayrılan vəsaitin hesabına onlardan maliyyələşərək faydalanmaqla öz fəaliyyətlərini başa vurur. Gör, bu nə dərəcədə belə dövlətimiz üçün belə ciddi problem yarada bilən hərəkətlərdir. Bəs bunların hamısı ən axırda, sonda kənd yerlərində vətəndaşların yaşamaq imkanını məhdudlaşdırmağına gətirir, çıxardır. Dövlətə qarşı etirazına gətirir, çıxardır. Bəli, dövlətə qarşı çox düz buyurursunuz. Deməli, bu cür məmurlar çalışır ki, dövlət siyasətində böyük mənada ziyan vursunlar. Yaxşı, biz indi bunu Kənd Təsərrüfatı Naziri ünvanına ünvanlayırıq və məlumatlandırırıq. Tədbir görün. Bu yerlərdə oturan, kənd təsərrüfatı daim deyilən Dövlət Aqrar İnkişaf Mərkəzində əmək haqqı alan insanlar o otağın içində oturmaq üçündür. Orada aqronomlar var. Gedib fermerlərin hamısı, bunlar təhsil almayıblar ki, aqronom deyirlər ki, və yaxud da bir dəfə çətinliyə düşdülərsə, hansısa bir səhv təsərrüfatda baş verən səhv bir hərəkətə yol verdilərsə, bu adam iqtisadi çətinliyə gedir. Bəs bunlar gedib onları araşdırmalı, onlara müəyyən tövsiyələr verməyi, vaxtında nəzarət eləməyi. İnanırsınız ki, pambıqçılıqda bir lüqus adlı bir xəstəlik görür, həşaratdır. Bu nə edir? Pambığın üzərində özündə olan o qozalar ki var ki, hansı ki məhsuldur, hazırdır, yetişib, gəlir onu zədələyir, şirəsini çəkir. O təsərrüf, məsələn, 40 sentiner məhsuldarlığı olan bir sahəni sıfır həddinə gətirə bilir. İndi fermer ilk dəfə bununla biri mən özüm, ilk dəfə bununla qarşılaşdığına görə təsəvvür edin ki, avqust ayının, bu mən danışıram Azər Pambıq şirkətindən, 2022-ci ildən. Deməli, bu proseslə ilk dəfə qarşılaşdığımıza görə heç bir mütəxəssis bu işlə maraqlanmadan həmin təsərrüfatda özləri son baxış keçirdi. Oradakı o bitkidə olan qozaların sayı falan, hektarda neçə kol falan
Hesablayıblar 40 sentiner, sonda nə qədər olsa 0 sentiner. Və bunu mən görürəm, gəlirəm, deyirəm bu qozalar yerə tökür, məhsuldarlıq içir. Gedib deyəndən sonra deyirlər ki, su çatışmamazlıqdır. Müxtəlif bəhanələrlə. Otaqdan çıxıb gedib onu araşdırmırlar ki, bu nədir də, bu problem nədir, nədən ötəri yarandı, nədir? Hansı ki, agronomiya sahəsində mütəxəssis yetişmiş insanlar bu barədə məlumatlıdırlar. Təhsil alanda, oxuyanda və yaxud da həyat təcrübələri. Belə məsələlər insanları kənd yerindən uzaqlaşmağa şərait yaradır və sonunda da cənab prezidentimizin xalqa etmək istədiyi o böyük qayğıları problemləşdirir. Yerdə gələndə vətəndaş neynəsi məcbur olur bunu prezident aparatına müraciət. Yəni aidiyyatı qurumlar yerində olsa, istəsələr, fəaliyyət göstərsələr, kənd təsərrüfat sahəsində vətəndaşın müraciəti prezident aparatına niyə gəlməlidir? Cənab prezidentimizin işi az deyil ki, cənab prezidentimiz bu dəqiqə biz özümüz görürük ki, müntəzəm və ardıcıl dünya ölkələrinə səfər edir. Bunun arxasında bir siyasətin məqsədi var. O siyasətin mərkəzində dövlətçiliyimizin ərazi bütövlüyünü qorumaq, sabitliyimizi yaşatmaq, dövlətimizin müstəqilliyini əbəd etmək, vətəndaşların təminatlı və məsuliyyətsiz şəraitdə yaşaması. Bu siyasətin dalıca məşğuldur. Mən də qoyub burada nazir işləyirəm, məni də qoyub burada, nə bilim, mən icra hakimiyyətinin başçısı işləyirəm. Bunlar hərəkətə gəlmirsə, fəaliyyət göstərmirsə, əlbəttə ki, bu vətəndaşlar məcbur olub sonda dövlətdən narazı qalır, incik qalır. Dövlətə qarşı hətta ən qorxulu bir variant, inamsızlığa qədər gedir. Nə üçündür bu? Ona görə mən bu adları çəkdiyim ünvanlarda təşkilat rəhbəri bu məsuliyyəti başa düşməlidir. Cənab prezident sizə verib o etimadı, sizə etimad göstərib, sizə verib o vəzifəni. Bu vəzifəni cənab prezident etimad göstərib, sizə təyin eləyibsə, bunun məsuliyyətin onlar daha çox bilməlidir, nəinki bizim kimi müraciət eləyənlər. Bəli. Biz buradan bir daha bizi izləyən tamaşaçılarımıza səslənirik ki, Xalqın Səsi verilişi bugün ilk buraxılışını sizinlə birlikdə bölüşdü. Bizim əsas məqsədimiz Bakı şəhərində və regionlarımızda insanların sosial rifahına əngəl olan məsələləri işıqlandırmaq, jurnalist araşdırması etmək, eyni zamanda qarşı tərəfində fikirlərini öyrənərək televiziyamız vasitəsilə bunu səsləndirməkdir. Bir daha yenidən səsləndirirəm ki, bizim məqsədimiz hər hansı dövlət qurumlarına ləkə, şər atmaq, onların reputasiyasına ziyan və yaxud da ki, zərər yetirmək deyil. Bizim əsas məqsədimiz dövlət qurumlarının üzərinə düşən məsuliyyətlərini və peşə vəzifələrini layiqincə yerinə yetirmələridir. Çünki dövlətimiz tərəfindən bütün dövlət qurumlarına vətəndaşlara xidmət səviyyəsinin artırılması məqsədi ilə çox gözəl şəraitlər yaradılıb. Əsas məqsədimiz də bu cür şəraitdən düzgün şəkildə vətəndaşlara qarşı istifadə olunmasıdır. Xalqın Səsi verilişinin ilk buraxılışını izlədiniz. Mənimlə efirdə Nuhəli Kərimov idi, Asfermer qəzetinin baş redaktoru, YouTube-da yayınlanan Asfermer kanalının rəhbəridir, eyni zamanda jurnalistdir, publisistdir. Mənimlə birgə daimi olaraq həftədə bir dəfə yaranan problemləri araşdıraraq sizlərə çatdırmağa çalışacağıq. Sizdən də xahişimiz, gördüyünüz və yaşadığınız sosial problemləri bizə yönləndirin ki, biz də jurnalist araşdırması edərək, qarşı tərəfin fikirlərini öyrənərək sizlərə nəticəni bildirək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bugünkü buraxılışımız bu qədər. Sağ olun, salamat qalın. Təşəkkür ederim.